Adı da oğuldu. Elin oğlu olmasa da, daha doğrusu ola bilməsə də, Mirvari Orucovanın rəsmi və qanuni oğludur. Adı Cavid, soyadı Orucovdur. 38 yaşı var. 3 övladı və erməni arvadı da var Cavidin. Ailə sahibi olan hər kəs birinci elinin, sonra evinin qeyrətini çəkməlidir. O isə əksini edib. Çoxdan xaricdə yaşamaq arzusunda olan Cavid ölkədən getməyin müxtəlif yollarını axtarsa da tapa bilməyib. Daha doğrusu bir dəfə Norveçə getmək imkanı qazanıb. Hətta orada 2 il də yaşayıb. Amma vətəndaşlığı ala bilmədiyi üçün geriyə dönməli olub. Elə dönəndən də dönəlyəsi dönən Cavid ölkədən necə çıxmaq haqqında yollar arayıb və günlərin birində tapıb. Yanvarın 29-da Ermənistan keçmək istəyi ilə Gürcüstana gedib. Orada isə düşmən ölkəyə keçmək istəyini reallaşdırıb. 3 gündən sonra xəbər onun anasına çatıb. Fakt Mirvari müəlliməni barından yox edib. Birinci anaya xəyanət elədi, ikinci vətəninə. Hər ikisindən məhrum oldu. O heç yerdə nə vətən tapmayacaq, nə çörək tapmayacaq, nə rahatlıq tapmayacaq. Elə özü-özünə o böyük cəzanı verir. 44 ildir ki, müəllimə işləyir Mirvari Orucova. Şagirdlərimə təkcə elm deyil, həm də sevgi və sayğı öyrətmişəm deyir. 2 övladımdan biri olan Cavidə də pis tərbiyə verməmişdim. Düzdür, uşaqlıqdan çox dəcəl idi, sözə baxmırdı. İdmanla məşğul olmuşdu deyə ağlından çox qoluna güvənirdi. Bir dəfə ailə qurdu, tez də ayrıldı. Atası bunlara dözmədi, vəfat etdi. İkinci dəfə də bu qadınla ailə qurdu və etdiyi bu hərəkətlə məni öldürdü deyir. Məni çox istəyən oğul, mənə ana deyim, mən sənsiz nəfəs ala bilmərəm deyən oğul, indi necə yaşayır mən bilmirəm. Onu deyirəm ona ki, görən onun həyatı yaxşı olacaq. İtki istənilən halda ağır və üzücüdür. Əgər itirilən maddi və yaxud cismani varlıqdırsa, bunu anlamaq və çəkmək mümkündür. Vay o gündən ki, insan vicdanını və şərəfini itirə. Yazıqlar olsun nankorlara. Bəturə Nəbiyeva, Seyid.